O öz toyunda bu qürurlu sözləri ilə hər kəsi kövrəldərək yaddaşlarda qalmışdı. Bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən bunu sidq ürəklə deyirəm, təmiz ürəklə deyirəm. Hər zaman xalqım üçün, vətənim üçün, torpağım üçün canımla, qanımla keçməyə hazıram. Və həmişə özümə arzu eləmişəm ki, vətənim üçün şəhid olub, Azərbaycan Respublikasının 3 rəngli ay ulduzlu bayrağı ilə bükülüb tabutum dəfn olmağa getsin. Zəfər gününün zəfərə bərabər xəbəri bu oldu. Aprel döyüşləri şəhidi xüsusi təyinatlı qüvvələrin giziri Pəncəli Nur Məmmədoğlu Teymurova ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Şəhidimizin anasının bu videosu bir daha hər kəsi kövrətdi. Gözləyirdiniz belə bir təltifi? 9 ildir gözləyirdim, amma doğru düzgün deyim ki, indi bir balaca səngimişdim, inanmırdım. Amma bu böyük bir sevinç idi. Bizə prezidentimiz buna bizə bəxş elədi. Çox sağ olsun, minnətdarım. Sağ olun. Əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov 1981-ci ilin martın 24-də Astara rayonunun Əzərüz kəndində anadan olub. 3 aprel 2016-cı ildə aprel döyüşlərində şəhid olan hərbçi igidliyə görə, vətən uğrunda hərbi xidmətdə fərqlənməyə görə, qüsursuz xidmətə görə 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunub. Başda dəmir yumruq olan prezidentimiz cənab İlham Əliyev, əziz Azərbaycan xalqı, şərəfimiz olan şəhid ailələri, qürurumuz olan qazilərimiz, zəfər gününüz mübarək olsun. Əziz Azərbaycan xalqı, bizə belə kişilərə qiymət vermək, belə kişiləri örnək götürmək lazımdır. Bütün cəmiyyətimiz, övladlarımızı bax bu insanların, bu şərəfli, bu namuslu, bu qeyrətli oğlanların üzərindən götürək və onları öz ailələrimizə, öz övladlarımıza təbliğ edək.